Salam, bugünkü mövzumuz Cənubi Azərbaycan 2-ci Dünya Müharibəsi illərində. 2-ci Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-i Almaniyanın Polşa üzərinə hücumuna başlamışdı və 1945-ci il sentyabrın 2-sində Yaponiyanın təslim olması ilə başa çatmışdı. Və Cənubi Azərbaycan ifadəsi isə 1813-cü il Gülüstan müqaviləsinin imzalanması ilə bu ifadə meydana gəlmişdi. Bunu da xatırlayaq. Və 2-ci Dünya Müharibəsi illərində əslində İran müharibədə birbaşa iştirak etmirdi. Hər hansı bir tərəfdən müharibəyə qoşulmamışdı. Çünki hələ 1937-ci ildə İran, İraq, Əfqanistan və Türkiyə Sədabad paktını imzalamışdılar və Sədabad paktına əsasən elə Türkiyənin də 2-ci Dünya Müharibəsi illərində bitərəfliyinin əsası qoyulmuşdu. İran da həmçinin. Amma buna baxmayaraq müharibə başlayarkən İran Almaniyanın əl altısına çevrilir. Bu isə təbii olaraq SSR-ni narahat edirdi və Almaniyanın təxribatlarının qarşısını almaq məqsədindən SSR və Böyük Britaniya İrana qoşun yeridirlər. Bunu nəyə əsasən etmişdi SSR? Hələ 1921-ci ildə Sovet Rusiyası və İran arasında müqavilə imzalanmışdı və o müqaviləyə əsasən yəni qoşun yeritmişdi bu əraziyə. Bunu da xüsusi qeyd edək. Bundan əlavə SSR və Böyük Britaniya İrana qoşun yeridir, qeyd etdik və İngilis qoşunları İranın cənubunu tutur. Sovet qoşunları isə İranın şimalını, o cümlədən Cənubi Azərbaycan ərazisini tutur. Yəni xəritəyə baxsaq görərik ki, Cənubi Azərbaycan İranın şimalına düşür. Və nəticədə 1941-ci ildə İranda hakimiyyət çevrilişi baş verir, siyasi dəyişiklik baş verir. Rıza Şahın hərbi polis rejimi iflasa uğrayır və real hakimiyyət parlamentə və onun təşkil etdiyi hökumətə keçir. Demokratik qüvvələrin və İngiltərənin təzyiqi ilə Rıza Şah istefa vermişdi. Və onun yerinə oğlu Məhəmməd Rıza Şah hakimiyyətə gətirilir. Yeri gəlmişkən kiçik bir haşiyədə çıxım ki, Pəhləvilər sülaləsinin nümayəndəsi idi. Həm Rıza Şah, həm oğlu Məhəmməd Rıza Şah. Və Pəhləvilər sülaləsi İranda Qacarlar sülaləsini əvəz etmişdi. 1925-ci ildən 1979-cu ilə qədər İranı idarə etmişdirlər. Və demokratik hərəkat üçün əlverişli bir şərait yaranır. Belə bir vəziyyətdə, hakimiyyət çevrilişinin baş verdiyi bir vəziyyətdə, bayaq da qeyd etdik ki, real hakimiyyət parlamentə və onun təşkil etdiyi hökumətə keçmişdi. Və İranda, o cümlədən Cənubi Azərbaycanda milli azadlıq və demokratik hərəkatın canlanması üçün əlverişli şərait nələr idi? Demokratik fəaliyyət nəticəsində konstitusiyada nəzərdə tutulmuş bəzi siyasi azadlıqlar bərpa olunur, qismən bərpa olunur, amma qismən bərpa, o sözə diqqət edirik mütləq və siyasi məhbusların həbsdən buraxılması buna şərait yaratmışdı. Bundan əlavə Cənubi Azərbaycanda 1941-46-cı illərdə baş vermiş hərəkatın 3 mərhələsi var. Birinci mərhələ 41-ci ildən 45-ci ilin yayınadək olan mərhələdir. İkinci mərhələ 45-ci ilin yayından 45-ci ilin dekabrın 12-sinə qədər olan dövrü əhatə edir və üçüncü mərhələ isə 45-ci ilin dekabrın 12-sindən 46-cı ilin dekabrın 12-sinə qədər olan dövrü əhatə edir. Və birinci mərhələnin özünə məxsus xüsusiyyətləri nələrdir? Buna diqqət edirik. Təbriz Ümum-İran Demokratik Hərəkatının əsas mərkəzi olur. Ümumiyyətlə biz bilirik ki, bundan əvvəl də üsyanlar baş verəndə
Təbriz şəhəri Cənubi Azərbaycanın mərkəzi, həmin o hərəkatın mərkəzinə, hərəkətverici qüvvəsinə çevrilmişdi. 1905-11-ci illərdə də biz bunu gördük, 1917-1920-ci illərdə də bunun şahidi olduq. Və ictimai, siyasi və mədəni maarif klubları, birliklər, cəmiyyətlər, həmkarlar ittifaqları yaranır bu dövrdə. Və körtəbii çıxışlar mütəşəkkil ictimai-siyasi mübarizəyə, belə deyək də, şərait yarandı və partiya, qəzet, jurnallar fəaliyyət göstərirdi. Amma yəni xüsusi vurğulayırıq ki, Ümum İran Demokratik Hərəkatının ayrılmaz bir hissəsi kimi fəaliyyət göstərirdi. Cənubi Azərbaycanda bax bu demokratik hərəkat. Və Şimali Azərbaycanın da burada baş verən hadisələrdə rolu danılmazdır, rolu var idi, belə deyək. Şimali Azərbaycanın rolu nədən ibarət idi? Milli mədəniyyət və ideyanın inkişafına dəstək verirdi. Şimaldan göndərilən kadrlar var idi ki, partiya və sovet işçiləri, ədəbiyyat, incəsənət, təhsil və elm xadimləri gəlirdilər burada konsertlər verirdilər, mədəni quruculuğa yardım edirdilər, təkan verirdilər. Yəni bunlar buradakı əhalinin, Cənubi Azərbaycandakı əhalinin siyasi baxışlarında təbii ki, dəyişikliklərə səbəb olurdu. Və ikinci mərhələnin başlanması, beynəlxalq vəziyyət necə idi? İkinci Dünya müharibəsinin artıq sonu idi. Müttəfiqlər arasında fikir ayrılığı yaranırdı bu dövrdə və soyuq müharibənin ilk əlamətləri məhz İran məsələsində özünü büruzə vermişdi. Və Cənubi Azərbaycan əhalisi də bu dövrdə müxtəlif təbəqələr Sovet İttifaqı ilə əlaqələrin genişlənməsinin tərəfdarı idi. Təbii ki, bu da İranı narahat etməyə bilməzdi. İrticaçıların müqavimət bəsinədən ibarət idi. İri torpaq sahibləri və ticarət burjuaziyası bunlar müqavimət göstərirdilər, bu hərəkata yatırmağa çalışırdılar. Məqsəd isə demokratik hərəkatın qarşısını almaq olmuşdu. Və bu demokratik hərəkatının qarşısını almaq üçün hansı tədbirlər görürdü bu iri torpaq sahibləri və ticarət burjuaziyası? Kiçik silahlı dəstələrlə terror hadisələr törədirdilər və bir də köçəri tayfalarının əhali arasında etnik toqquşmalar yaratmağa çalışırdılar ki, bununla yəni qarşısını almağa çalışırdılar demokratik hərəkatın. Və Azərbaycan Demokratik Firqəsinin yaradılması, biz bundan əvvəl də 1917-1920-ci illərdə ADP-nin yarandığını gördük, fəaliyyət göstərdiyini gördük və həmin vaxtı ADP-yə və yaxud da ADF-yə rəhbərlik edirdi Şeyx Məhəmməd Xiyabani. İndi isə burada irticaçı qüvvələrin qarşısını almaq məqsədindən Seyid Cəfər Pişəvərinin sədrliyindən 1945-ci ilin sentyabrın əvvəlində ADF yaradılır və silahlı fədai dəstələr yaradır, demokratik hakimiyyət orqanları yaradır, mətbu orqanı olan ana dilində Azərbaycan qəzeti nəşr olunurdu bu dövrdə. Kiçik bir haşiyə çıxım xatırlatma edim. 1917-20-ci illərdə isə fəaliyyət göstərən Təcəddüd qəzeti fars dilində nəşr olunurdu, Təbrizdə nəşr olunurdu və hətta Tehrana da göndərilirdi. Və ADP-nin yaradılması haqqında bəyanatda qeyd olunan məsələlər nələr idi, nələr tələb olunurdu? İranın tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsi tələb olunurdu. Yeri gəlmişkən ilk dəfə muxtariyyət tələbindən çıxış etməkləri Cənubi Azərbaycanda 1917-20-ci illər hərəkatında olmuşdu. Yəni biz 1905-11-ci illərdə muxtariyyət tələb edildiyini görmürük. Və 2. Siyasi həyatın demokratikləşdirilməsini istəyirdilər və iqtisadi islahatlar keçirilməsini istəyirdilər.
Və milli hökumətə doğru addımlar oktyabrda 1945-ci ildə ADP-nin birinci qurultayı keçirilir. Aziya bəsdir də, mən уже niyə 1945-ci ilin oktyabrında ADP-nin birinci qurultayı keçirilir və qurultayda nizamnamə qəbul edilir, rəhbər orqanlar seçilir, pişəvəri sədr seçilir, mərkəzi komitənin sədri olur və siyasi mübarizəni genişləndirmək qət edilir. Bundan əlavə yeni hakimiyyət orqanları yaradılır bütün şəhərlərdə mərkəzi hökumətin hücumunun qarşısını almaq məqsədindən. Bax, yəni bunun məqsədi budur. Bundan əlavə 1945-ci ilin noyabrında isə Azərbaycan Xalq Konqresi çağırılır ki, bu qurum özünü Müəssislər Məclisi elan edir və Müəssislər Məclisini ölkəni idarə etmək üçün Milli Məclisin çağırılmasını tələb edirdi və milli hökumətin yaradılmasını tələb edirdi. Nəticədə də 1945-ci ilin noyabrın sonlarında artıq Milli Məclisə seçkilər keçirilmişdi. Bir xatırlayaq, deməli, ilk dəfə məşvərətçi orqan deyək, qanunverici orqan deyək, əslində qanunverici orqan idi. Yaradılması, İranda qanunverici orqanın yaradılması 1905-11-ci illər məşrutə hərəkatında olmuşdu ki, əncümənlər yaradılmışdı. Onlar yerli qanunverici orqanlar idi. Və üçüncü mərhələ 21 Azər hərəkatı deyirik biz buna. Milli hökumətin yaradılması ilə başlayır bu mərhələ. 1945-ci ilin 12 dekabrında Milli Məclis işə başlayır. Pişəvərinin milli hökumətin tərkibi təsdiqlənir. Bundan əlavə Cənubi Azərbaycanda 1941-46-cı illər Milli Azadlıq Hərəkatının tarixinə 21 Azər hərəkatı kimi daxil olur bu hadisə. Ona görə ki, İran təqvimi ilə Azər ayının 21-nə düşürdü bu hadisə. Ona görə belə adlanmışdı. Həmçinin hökumətin quruluşu və tələbləri nə idi? Buna baxaq. Mövcud olduğu dövr 12 dekabr 1945-ci ildən 12 dekabr 1946-cı ilə qədər mövcud olmuşdu və Sovet qoşunlarının İranın ərazisində olması bunlara ümid verirdi. Bu ideyaya dəstək verirdi və milli hökumətin tərkibi 10 nazirlikdən, Ali Məhkəmə və Baş Prokurorluqdan ibarət idi. Bundan əlavə İran hökuməti nə müraciət etmişdilər onlar və bu müraciətdə nə tələb olunurdu? Cənubi Azərbaycana İranın tərkibində ərazi muxtariyyatı verilməsini tələb edirdilər. Siyasi, iqtisadi, mədəni islahatların keçirilməsi tələb olunurdu və həmçinin muxtariyyat məsələsinin danışıqlara hazır olduqlarını bildirirdilər ki, bəs muxtariyyatla bağlı məsələlərdə danışıqlara gedə bilərlər. Və milli hökumətin tədbirləri nələr olmuşdu? İnzibati və mədəni sahədə tədbirlər keçirmişdilər. Belə ki, birinci dərəcəli vəzifə yerlərdə inzibati ərazi orqanları yaratmaq idi, əncümənlər yaratmaq idi və bu məqsədlə elə şəhər, qəsəbə, kənd hakimiyyət orqanlarına seçkilər keçirilmişdi, yəni əncümənlərə seçkilər keçirilir. Mədəniyyət, təhsil sahəsində nailiyyətlər olmuşdu. Belə ki, 1946-cı ilin yanvarında dil haqqında qanun verilir. Bu qanuna əsasən Azərbaycan dili rəsmi dövlət dili olur. Müəssisələrdə kərgüzarlıq ana dilində aparılırdı. Milli azlıqlara öz dilində təhsil almaq hüququ verilirdi. Dərsliklər nəşr olunurdu ana dilində. Həmçinin mətbuat inkişaf etdi, ədəbiyyat da inkişaf etmişdi. 1946-cı ildə isə Təbriz Universiteti fəaliyyətə başlanmışdı. Təbrizdə qız məktəbinin fəaliyyətə başlanması isə, burada yəni kiçik bir haşiyə çıxım, 1920-ci ildə milli hökumətin tədbirlərinə aid olmuşdu. Və müxtəlif birliklər, muzeylər yaradılmışdı. Bu mədəni inqilabın əsası hesab olunur.
və yeri gəlmişkən əncümənlərin yaradılmasını biz 1905-11-ci ildən 1941-46-cı illər demokratik hərəkatının oxşar cəhəti kimi götürə bilərik. Və milli hökumətin sosial-iqtisadi sahədə tədbirləri nədən ibarətdir? Aqrar islahat keçirmişdi. 1946-cı ildə aqrar qanun, torpaqsız kəndlilər torpaqla təmin olunurdu və kəndlilərə paylanan torpaqlar isə dövlət torpaqları idi və bir də hökumətə tabe olmayan mülkiyyətçilərin torpaqları olurdu. Yeri gəlmişkən 20-ci əsrin 40-cı illərində Türkiyədə də aqrar qanun qəbul edilmişdi. Və əmək islahatı nədən ibarətdir? Belə ki, əmək haqqında qanun verilir 1946-cı ildə və bu əmək haqqında qanunda nəzərdə tutulan nələr idi? İşçilərə həmkarlar ittifaqları vasitəsilə müəssisələrin işinə nəzarət etmək hüququ verilirdi. Fəhlə və qulluqçuların iş şəraiti yaxşılaşdırılırdı və həmçinin sahibkarların fəhlələri istismarı məhdudlaşdırılırdı bununla. Və 1946-cı ildə beynəlxalq vəziyyət dəyişir. Belə ki, İran, ABŞ və İngiltərənin dəstəyi ilə Şah hökuməti BMT iclasında İran məsələsini müzakirəyə çıxarırlar və İran məsələsi, bax buradakı bu milli demokratik hərəkat bir üsyan kimi, ixtişaş kimi dəyərləndirilir. Ona görə də İranın daxili məsələsi hesab edilir. Bu və bununla yanaşı həm də Cənubi Azərbaycanda milli demokratik qüvvələr SSR-nin qoşunlarının burada olmasına arxayın idilər. İran hökuməti SSR ilə danışıqlara başlayır və İranın şimalında neft kəşfiyyatı və hasilatı barədə razılıq verir SSR-yə. SSR də buna görə öz qoşunlarını İran ərazisindən çıxarır. Baxmayaraq ki, Mircəfər Bağırov buna etiraz edirdi, amma yenə də onun etirazı öz nəticəsini vermir. Və nəticədə də nə olur? Sovet qoşunları geri çəkilir. Şah hökuməti isə milli hökumətdən tələb eləyir ki, yəni onun qoşunları, yəni Şah hökumətinin qoşunları müqavimətsiz daxil olmalıdır Cənubi Azərbaycana. Nəticədə də noyabrın sonu, 1946-cı ilin noyabrın sonunda İran qoşunları hücuma keçir, fədailərlə döyüşlər başlayır və 1946-cı il dekabrın 11-də SSR müqavimətinin qarşısını almaq üçün Pişəvəri və milli hərəkatın rəhbərlərini mühacirət etməyə məcbur edir ki, yeni rəhbərlik döyüşü dayandırmağı əmr edir. Və dekabrın 12-sində 1946-cı ildə İran qoşunları Təbrizə daxil olur, hərəkat yatırılır, kütləvi edamlar, kütləvi həbslər başlayır bu dövrdə və 10 minlərlə vətənpərvər də bütün bu təqiblərdən, edamdan yaxa qurtarmaq üçün mühacirət etməyə məcbur olurlar. Elə mühacirət edənlər arasında Pişəvəri də var idi və Pişəvəri 1947-ci ildə Gəncədə Yevlağa gedən yolda müəmmalı avtomobil qəzasında həlak olur. Nəyə görə buna müəmmalı deyirik? Yəni əldə olunan məlumata görə həmin gün Pişəvərinin öz sürücüsü xəstələndiyi üçün işə gəlmir və onun sürücüsünü başqa bir adam əvəz edir və yolda nəqliyyat hadisəsi baş verir, qəza baş verir və sürücü sağ qalsa da Pişəvəri həmin qəzada həlak olur. Yəni bu da müəmmalı qətl idi. Və ölkənin bu milli demokratik hərəkatın əhəmiyyəti nədən ibarətdir? Ölkənin sonrakı tarixinə böyük təsir göstərir. Belə ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız milli ləyaqət və milli özünü dərk hissi daha da güclənir. Və AXC və Cənubi Azərbaycandakı bu milli demokratik hərəkatın oxşar cəhətlərinə, fərqli cəhətlərinə baxaq. Deməli, Azərbaycan dili rəsmi dil kimi qəbul edilmişdi hər ikisində və universitetlər yaradılmışdı, tezliklə fəaliyyətə başlamışdı. Pişəvəri hökuməti Təbriz Universitetinin fəaliyyətə başlamışdı onun dövründə. AXC dövründə isə
Bakı Dövlət Universiteti 1919-cu ildə fəaliyyətə başlamışdı. Və Cənubi Azərbaycan 1-ci və 2-ci Dünya müharibəsi dövründə oxşar cəhətlər nələrdir? Hər ikisində Rus qoşunları ölkəyə daxil olur, silahlı dəstələr yaradılır və İngilis qoşunları Cənubi Azərbaycanı tutur, hərəkatın yatırılmasında Şah hökumətinə dəstək verirlər. Bundan əlavə fərq isə nədən ibarətdir? 1-ci Dünya müharibəsində gedişatında 2-ci Dünya müharibəsinin isə sonra Rus qoşunları çıxmışdı Cənubi Azərbaycan ərazisindən. Və Xiyabani Pişəvəri hökumətinin hərəkatının oxşar cəhətləri nələrdir? ADP-yə hər ikisi rəhbərlik etmişdi, muxtariyyət tələb etmişdi, milli hökumət və müvafiq dövlət strukturları yaratmışdı. Müxtəlif sahələrdə islahatlar keçirmişdi, silahlı dəstələr yaradılmışdı, dövlət idarələri ələ keçirilmişdi. Və Məşrutə hərəkatı və Milli Demokratik hərəkatının oxşar cəhətləri nələrdir? Təbriz şəhəri əks inqilabçılarından təmizlənir və fədai dəstələri, əncümənlər də yaradılmışdı. Belə, bugünkü dərsimizdə bu qədər. İzləməyi və faydalanmağı unutmayın. Növbəti dərslərimizdə görüşənədək. Hələlik.